Qumət haqqındakı paylaşımıma qumət nədir sualı çox verildi. Bir hissəsinə cavab verdim. Tənbəllikdən heç kim rəylərə baxmadı. Təkrar soruşdular. Mən bir çoxuna da cavabsız qoydum. Ona görə də ayrıca bir paylaşıma ehtiyac duydum. Qumət nədir? Bildiyimiz kimi yerin bitki əkilən örtüyünə biz torpaq deyirik. Yəni yerin üst qatına. Yerin üst səthinin isə müxtəlifliyi var. Bəzi yerlərdə qara, bəzi yerlərdə boz, bəzi yerlərdə isə sarı və ağ qumlardan təşkil olunur. Və hamımız da qəbul edirik ki, qara torpaq daha məhsuldar, boz və sarıya doğru isə torpağın keyfiyyətinin aşağı düşməsi anlamındadır. Humus torpağın rəngindəki qaralığı ifadə edən dəyərdir. Əkinə yararsız torpaq dedikdə torpağın humusunun olmaması deməkdir. Torpaq analizində orqanik maddə və yaxud da eləcə humus kimi qeyd edilən dəyər torpağın qaralığını və əkinə yararlılığını ifadə etməkdədir. Gədəbəy Tovuzun bəzi torpaqlarını çıxmaqla bütün Azərbaycan torpaqlarında bu dəyər 0,35% ilə 3,5% arasında dəyişir. Gədəbəy Tovuzda isə bəzən 8-9%-ə qədər humusa rast gəlmək mümkündür. Humusun 3%-dən çox olması torpağın optimal əkin torpağı olduğunu ifadə edir. 2,2 ilə 3-ün arasında olması da orta səviyyədə əkinə yararlı torpaqlar sayılır. 1,6-2,2 arasında olan torpaqlar daha çoxdur Azərbaycanda və bu torpaqlar yüksək karbonatlı, kalsiumlu və qismən də natriumlu torpaqlar olub, əkini daha profesional yanaşmalarla digər torpaqların potensialında məhsul əldə etmək imkanında olan torpaqlardır. Bir də var 0,8 ilə 1,6 arasında olan torpaqlar. Bu torpaqların da əksəriyyəti eroziyaya məruz qalan yamaclar və yaxud da mərkəzi aranın yüksək natriumlu, Hacıqabul, Zərdab, Kürdəmir, Ucar kimi ərazilərinin çökəklikləridir. Bu torpaqlarda da drenaj kanalı atılmaqla əkin imkanlarını genişləndirmək olar. Atılmasa da müəyyən bir məhsul əldə etmək olar. 0,8-dən aşağı torpaqlarda isə qurum tərkibli mövsümi gölməçələrə aiddir. Və yaxud da bu gölməçələrin ətrafındakı torpaqlar aiddir. Bu torpaqlarda da əkin etmək mümkünsüzdür demək də olar. Ciddi xərc qoyub əkin əkmək də olar. Buradan da gördüyünüz kimi torpağı torpaq edən dəyərə görə torpaqları sinifləndirdik. Yəni ötən dəfə başqa bir səbəbdən sinifləndirdik. İndi isə torpağı torpaq edən dəyər nədir? Humus. Həmin humusa görə torpaqları sinifləndirdik. Deməli torpağın humus tərkibinin 3%-dən aşağı olması bizim torpağa humus vermək məcburiyyəti yaradır. İndi isə 1 hektar əraziyə 1 litr qumalt verildikdə, yəni 1 litr qumatı 1 hektar əraziyə verdikdə o torpaqda necə bir fayda verəcəyi mövzusuna gələk. Çox hallarda rastlaşıram ki, qumatı bir başqa şəkildə çatdırırlar və məsələ anlaşılmır və çox hallarda da deyilir ki, gərək hektara 100 litr qumat verilə ki, o torpağın rənginə təsir edə bilsin. Yəni bu kimi fikirlər mövcuddur. Qumatı düzgün bir şəkildə anlamaq lazımdır. Qumatın kimyəvi üstünlükləri və xarakteristikası ilə birinci tanış olaq. Molyar kütləsi 1000-dən 300 minə qədər müxtəlif formulları var. Təbii ki, burada humik asid, qumatın tərkibində olan turşular. Humik asid, fulfik asid, ulmik asid, hematomelanoik asid və s. mövcuddur ki, ona görə də molyar ağırlıq intervalı bu qədər böyükdür. 1000-dən 300 minə qədər. Bunların içindən ağırı humik asiddir. Bu turşuların hamısı da qumat adlanır. Bunların bəziləri, məsələn, ulmik və hematomelanoik turşuları suda yox, ispirtdə həll olmaq xüsusiyyətləri var. Bu da bitkinin yuxuda olduğu zaman qış mövsümündə meyvə gözlərinə havanın soyuqluğuna görə fosfor enerjisi və spirt daşımaqdadır. Yəni bu orada istifadə olunur. Bildiyiniz kimi qışda ağacın daxilində su olmur və yaxud da su çox qatı halda olur. Ya hərəkətsiz olur, ya da az hərəkətli olur. Bütün daxili daşınmalar spirtlə daşınır və yaxud da spirtlə hərəkət qazanmış, donma temperaturu aşağı düşürülmüş su ilə hərəkət edir. Qumat istehsalında və yaxud da super qumatların hazırlanmasında həmin aşağı molyar kütləli suda həll olmayan turşuların suda həll olmasını təmin edəcək əlavələrin edilməsi önəmlidir. Yəni belə deyək ki, 20 il bundan qabaqdan ta indiyə qədər qumat nə deyəndə nə başa düşülür? Leonarditlə kalium və yaxud da natrium hidroksidlə qarışdırılmasını deyilir də. Belə deyək. Artıq qumatın bitkidəki fəaliyyəti xromatoqrafik, spektroskopik, rentgen avadanlıqları ilə
izləmələri aparılır. İndi 1955-ci il deyil, 1955-ci ilə qədər fiziki kimyəvi bir çox reaksiyaları öyrənilmişdi, demirəm öyrənilməmişdi. Amma öyrənilən materialların içində ən önəmlisi də qumatın fosforun mənimsənilməsindəki rolu idi. Bu gün də qumatlar ancaq mineralların mənimsənilməsində önəmlidir kimi sözlərlə reklam edilməkdədir. Bu qumatların ən bəsit funksiyalarıdır. Dəmir, alüminium fosfatların parçalanmasında, fosfat anyonunun ayrılmasında, fosfatın bitkilərə mənimsənilməsini təmin edir. Demək doğrudur, demirəm doğru deyil, doğru reklamdır. Amma onun onlarca reaksiyaları içində ən önəmsizidir. Qumatın tərkibində 45-60% karbon, 45-50% oksigen var. Anion-kation dəyişim reaksiyalarında kation mübadilə qabiliyyəti 1500 ml-ekvivalent dəyərində olması da onun daha önəmli funksiyalarıdır. 1 hektarda 1 molekul qumatın iştirak etdiyi reaksiya məhsulları hesablana bilməkdədir. Söhbət edirəm 1 hektarda 1 molekul qumatın iştirak etdiyi reaksiyalardan söhbət edirəm. Bu hesablana bilməkdədir. Belə ikinci bir maddə yoxdur ki, onun bir molekulu hansısa hesablana bilən, ölçülə bilən bir fayda vermiş olsun torpağa. Tərkibində ciddi miqdarda polifenol, polikarboksalik, karbonil, peroksitlər var ki, və hər biri üçün torpaqda faydalı reaksiyaları üçün ayrı bir kitab yazmaq mümkündür.